Rusiyadakı əməkdaşımız Polşa-Rusiya əlaqələri ilə bağlı reportaj hazırlayıb, daha ətraflı sujetimizdə. Düz 2 həftə öncə, son illər ərzində Rusiyaya qarşı aqressiv siyasət yürüdən, Avropa İttifaqına üzv olan Polşada yeni prezident seçildi. Bu seçkilər Rusiya ictimaiyyəti tərəfindən diqqətlə izlənilirdi. Seçkilərdə Qanun və Ədalət Partiyasının rəhbəri Andrzej Duda qalib oldu. İllər uzunudur ki, Amerika və digər qərb ölkələrinin təsiri altında Rusiyaya qarşı ikrahlı siyasət yürüdən Polşa görəsən mövqeyini dəyişəcəkmi? Bu suala Rusiya Strateji Araşdırmalar Mərkəzində keçirilən konferansın iştirakçıları cavab verməyə çalışdılar. Konferansda həmçinin İran İslam Respublikasından müdafiə olunmaq bəhanəsi ilə Amerikanın Polşa ərazisində qurulmuş hava hücumundan müdafiə raketlərinin taleyi müzakirə olundu. Postsovet məkanında Rusiya və Polşa siyasəti adlanan konferansın açılışını Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Petrovich Reshetnikov etdi. Konferansın strateji əhəmiyyətindən danışan cənab Reshetnikov, iki qonşu ölkənin münasibətlərində gərginliyin dəf olunması barədə mülahizələri irəli sürdü. Polşa və Rusiya politoloqları arasında mövcud olan elmi əməkdaşlığı önə çəkən Reshetnikov bu ənənəni başqa sahələrdə tətbiq etməyin faydasından danışdı. Я думаю, что особого развития отношений не будет. Проблем много между Варшавой и Москвой. Отношения очень сложные. И сейчас нам главное уйти от такой острой полемики и острых каких-то действий. Но какого-то развития, улучшения отношений в ближайшее время, мне кажется, очень трудно ожидать. Очень трудно ожидать. Думаю, что если мы сохраним на этом уровне, будет хорошо. Rusiyalı ekspertlər qeyd etdilər ki, Amerikanın uydurduğu İranın Avropaya ola biləcək raket hücumu nağılına artıq heç kim inanmır. Polşada və bir neçə digər Avropa ölkələrində yerləşdirilən Amerika raketlərinin məhz Rusiyaya tuşladığına heç kim şübhə etmir. Siyasi ekspertlər Polşanın yeni prezidenti Andrzej Dudanın həm seçkilərdən öncə və həm seçkilərdən sonra təlqin etdiyi anti-Rusiya siyasətinin heç kimə xeyir verməyəcəyini söylədilər. Müzakirə olunan digər narahat edici mövzulardan biri də Amerikanın Polşa ərazisində hərbi bazaların çoxaltmaq istəyi oldu. Ну, прогнозы, конечно, делать это дело очень неблагодарное, но можно сказать, что вероятно что-то изменится в связи с выборами нового президента. Исходя из того, что он представитель партии «Право и справедливость», конечно, можно вспомнить о том, как складывались отношения во времена Леха Качинского, представителя этой же партии, и это был период, наверное, худших отношений России и Польши. Но, тем не менее, все-таки этот кандидат от «Права и справедливости», он несколько отличается от Леха Качинского, и надо надеяться, что все-таки ситуация может измениться и в лучшую сторону. Ну, хотя бы потому, что, по всей видимости, сейчас поляки больше будут заняты внутренними проблемами и, может быть, столько энергии не будут выплескивать вовне и в сторону России прежде всего. Но в целом мы можем видеть, что за последнее время польско-российские отношения меняются достаточно интенсивно, сильно. Есть периоды обострений, есть периоды улучшений. Вот такой период был с приходом гражданской платформы до 2013 года, но украинский кризис разрушил снова вот эти усилия совместные. Была проявлена политическая воля с обеих сторон, и со стороны польского руководства, и со стороны российского руководства. И все зависит именно от этой политической воли, от того, как будут выстраиваться отношения. Поскольку между самими народами, в общем, есть основания для взаимопонимания, я думаю, что вот и социологические исследования это показывают. Сейчас не лучшие времена, но надо надеяться на лучшее. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.